Əsabi Kəf ziyarətgah kompleksində yeni tikinti işləri aparılacaq. Milli.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi hazırlıqlara başlayıb. Belə ki, agentlik tikintisi planlaşdırılan qonaq evinin layihələndirilməsini və smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır. Qurum təkcə layihə və smeta sənədlərinin hazırlanmasına 275 min manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb. Məlumat üçün onu da bildirək ki, abidə kompleksində insanların rahat şəkildə ziyarətinin təşkili üçün lazımi şərait yaradılıb. Ötən il ziyarətgaha gedən yol təmir və bərpa olunub. Qeyd edək ki, Əsabi Kəf ziyarətgahı Naxçıvan şəhərindən təqribən 12 km aralıqda Culfa rayonunda Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsində 1665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan Ulu Tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səzdərgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən Əsabi Kəf məhz Naxçıvandadır. Əsabi Kəf ziyarətgahının adı ərəb dilindən götürülüb. Əsab yeniyetmə cavan oğlanlar, kəşf isə mağara sığınacaq yeri deməkdir. Əsabi Kəf təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.